Xoş gördük əziz izləyicilər. Bugün biz qeyri-müəyyən artikellərin istifadə qaydasına baxacağıq. Necə rahat yadda saxlamaq olar? Baxırıq, əgər söz sait səslə başlayıbsa, yəni A, I, E, U ilə başlayıbsa ən artikli istifadə edirik. Əgər samit səslə başlayıbsa, məsələn K, L, M, N və s. bu zaman artikli istifadə edirik. Yəni birinci sözdə olduğu kimi D samitdir. Yəni a dog olacaq. İkinci sözə baxırıq. Söz saitlə başlayıb. Saitlə başladığı üçün dedik ki, nə olacaq? An artikli istifadə edirik. Üçüncü sözə baxırıq. Yenə də saitlə başlayıb. Saitlə başlayıbsa biz an artikli istifadə edəcəyik. An apple. Dördüncü sözə baxırıq. Samitlə başlayıb. A spider. Beşinci sözə baxırıq. Yenə də samitlə başlayıb. A fish. 6-ya baxırıq. Bu zaman saitlə başlayıb, diqqətli olun. An umbrella. 7-ci söz D ilə başlayıb, samitlə başlayıb. O zaman a duck və 8-ci söz özünüz yazırsınız. Şərhlərdə qeyd edirsiniz. Növbəti dərslərdə görüşənədək sağ olun.